Sən bugün deyirsənsə ki, mənim nə vaxtsa 10 minim olacaq, mən Forex-ə girəcəm, girməyəcəksən, heç vaxtı sənin 10 minin olmayacaq. Çünki qaqaş, sən öz kuryer işində, ofisant işində bu pulu yığmaq, qaqaş, çətindir. Mən işləmişəm, mən bilirəm, əmələ gəlməyəcək. Mən sənə elə yolunu öyrədirəm ki, sən öz pulunu riskə atmadan bizimlə eyni səviyyədə ola bilirsən. Aydın olur sənə. Yəni, bu dəqiqə o imkanlar var. İmkanlardan yararlanmaq üçünsə, özünüzə həmişə sizə yol göstərən tapın. Çünki mənim də müəllimlərim olub. Mən də kimdənsə təhsil almışam, kimdənsə təlim almışam. Yəni, siz kimdənsə öyrənməlisiniz. Və bunu sizə kimsə öyrədirsə, bu adama təşəkkür eləməlisiniz. Necə ki, mən həmişə təşəkkür edirəm ki, tanrım sağ olsun, mənim qabağıma belə insanlar çıxıb. Eybi yox, mənim orada uğursuzluqlarım da olub, səhvlərim də olub. Amma uşaqlar, səhvlər mənə həmişə güclü olmağı öyrədib. Aydın olur sizə. Qorxmayın. Kimdənsə ödənişsiz, pulsuz, bilsən necədir? Sən çox ucuz görünürsən belə olanda. Heç vaxt mən bugünkü günə kimi kiməsə yazıb deməmişəm ki, sizdə ödənişsiz nəsə var. Çünki ödənişsiz olduğun yerdə məhsul sən özünsən. Yəni, sənə məhsul kimi baxırlar. Haradasa ödənişsiz nəsə varsa. Mən paylaşıram hamısını, özünüz götürürsünüz, istifadə edirsiniz. Burada məhsul bilsiniz, siz necə olursunuz. Mən sizə mentorluq eləmirəm. Mən sizə ödənişsiz elə belə verirəm. Amma mentor olmadan uşaqlar çox çətindir. Çətin yox idi, mümkünsüz bir şeydir. Yəni, sən hardan biləcəksən? Nətər biləcəksən? Sən elə bilirsən, Forex-də tökülüb və yaxud da ki, biznesdə tökülüb. Sizə yol göstərən, sizə məsləhət verən, doğru yola yönəldən olmalıdır. Burada sən 10 qat qabağa düşürsən. Sən nəsə eləyəndə artıq bilirsən, mən bunu eləyim ya yox. Müəllim, mən filan şey eləmək istəyirəm, filan yerdə. Başıma nə gələ bilər? Mən artıq onu keçmişəm və mən sənə rahat deyirəm ki, məsəl üçün, bunu belə elə, bunu belə elə. Orada bizim mentorlarımız var, orada bizim müəllimlərimiz var, orada bizim professionallarımız var, hansı ki, bazarı söküb yığarlar. Yəni, bu tez bazar baş verən bir şey deyil. Buna vaxt gedir. Sən 3 günə nəsə əldə eləmək istəyirsən, sən nağılbazın yekəsisən. Sənin kimi adamlara mən heç danışmıram. Mən deyirəm ki, davay, get buradan. Boş boğazsan. Boş boğaz insan əgər mənlə stolda oturanda ancaq iş, biznes, maraqlı mövzular, ideyalar danışılmayan halda uşaqlar, mən həmən stolu tərk eləyirəm və oturmuram o stolda. Aydın olursa, belə olmalıdır. Yəni, bu dəqiqə olan imkanlar heç vaxtı olmayıb. Ona görə də bu imkanlardan istifadə eləməsən, gələcəkdə barmağı soracaqsan. Gözləyirəm.